Salam şagirdlər, bu videoda yeni nəşr Güvən 9-dan Sınaq 5-in bütün testlərinin izahına baxacağıq. Videodan davam üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar, Sınaq 5-in birinci sualına. Bizə nə deyir? Aşağıdakı ədədlər cütündən hansı qarşılıqlı sadədir? Uşaqlar, qarşılıqlı sadə ədədlərin dedik. Bu nəyə bərabərdir? 1-ə. İndi buradakı ədədlərə baxsaq, hər ikisinin ortaq böləni var A variantında, B-də də var, C-də də var 17-yə bölünür, D-də də var 11-ə bölünür, amma Y variantında 51 və 52 ədədləri var ki, bunlar qarşılıqlı sadədir. Çünki ardıcıl ədədlər hər zaman qarşılıqlı sadə ədədlər olduğunu bilirik. Cavabımız olar Y bənd. İkincidə isə bizə verib çoxluqdan NA bərabərdir 7, NB bərabərdir 8. Bizdən NA birləşmə B-ni 12 olduğunu deyirsə və NA kəsişmə B-ni soruşur. Uşaqlar, məşhur çoxluq düsturumuz necə idi yadınızdadırsa, deyirdik NA üstə gələk NB çıxaq NA kəsişmə B nəyə bərabər idi? NA birləşmə B-yə bərabər idi. Bu yadınızdadırsa, bu düstur kifayət məsələ həll olundu. İndi NA-mız 7-dir, NB-miz 8-dir. Çıxaq NA kəsişmə B bərabər nəyə? A-la B-nin kəsişməsinə, yəni 12-yə. 15 çıxaq NA kəsişmə B bərabər 12-dirsə, onda NA kəsişmə B 15 çıxaq 12, 3-ə bərabərdir. Cavabımız olar B bənd. Üçüncü sualda isə uşaqlar, 1/3 su ilə dolu olan qaba 3 litr su əlavə etdilər. Tutaq ki, qabımız x litr tuturdu. Biz bunun deyir 1/3 doludur və üstünə 3 litr də əlavə edə bilər. Etdikdə qabın yarısı dolur. Qab nə olur? X bölü 2 olur. Qab neçə su tutur? Tapa. Deməli, 3 bərabərdir 2/1x çıxaq 3/1x. Sadələşdirək, 3 bərabərdir 6/1x-a, x bərabər nəyə? 3 bölü 6, 18-ə. Deməli, qabımız 18 litr su tuturmuş. Cavabımız C variantı olar. Dördüncü sualda isə, bucağa qonşu olan iki bucağın cəmi 160-dır. Uşaqlar, baxın, tutaq ki, 2 dənə düz xətt kəsişir. Deyir ki, bucağa, tutaq ki, bu bucağı götürək. Bucağa qonşu olan iki bucağın cəmi, yəni bu bucaqla bu bucaq həmin bu bucağın nə idi qonşularıdır? Bunlar nədir? Qarşılıqlı. Qarşılıqlı bucaqlar bilirik ki, bir-birinə bərabərdir. Bu x-sa, bu da x. Deməli, x ilə x-in cəmi deyir 160-dırsa. Onda x sözü nədir? 80. Düzdürmü? Bura oldu 80, bu da oldu 80. İndi ardında nə deyir? Bu bucağı tap. Bizdən bu bucağı soruşur. Nədir? Bucağın qonşusu 80-dirsə və özü nədir? Təbii ki, 180 çıxaq 80. Yəni 100 dərəcəli bucaq imiş sən demə. Cavabımız olar Y variantı. 5-ci sualda isə ədəd oxunda göstərilən A və B nöqtələrinə uyğun gələn ədədlər hansıdır? Diqqət edək. Deməli, belə bir ədəd oxu verib. Burası 0 xəttidir, nöqtəsidir daha doğrusu. 1, 2, daha sonra 3 verilib. Sola isə -1, -2 və ardı yoxdur. Burada bir A verilib. 2 ilə 3-ün arasında isə bir B verilib. Bizə deyir ki, A və B nöqtələrinə uyğun gələn ədədlər hansıdır? Diqqət edək. Deməli, uşaqlar, biraz böyüdüm ki, rahat görə bilim. Biz nə etməliyik? Daha doğrusu 2 ilə 3-ün arasındakı B ədədini tapmalıyıq və -1, -2 aralığında isə nəyi tapmalıyıq? Qaydəni tapmalıyıq. Gəlin rahatı B-dir. Gəlin B-ni birinci tapaq, çünki müsbətdir. 2 ilə 3-ün arasında hansı ədəd yerləşir? Təbii ki, buradakılardan kökdə 8 yerləşir. Çünki kökdə 8 2 kökdə 2 deməkdir. Yəni 2-dən böyük, 3-dən kiçikdir. 3 olması üçün kökdə 9 olmalıydı. Doğrudurmu? Baxın, burada D variantında nə var? Kökdə 10 var. Kökdə 10 3-dən böyük olduğu üçün biz onu götürməyəcəyik. Və kökdə 5 isə, kökdə 5 də aid ola bilər. 2 ilə 3-ün arasındadır. Kökdə 5 də ola bilər buradakılardan. Bu B-ni belə deyək, bir növ
yarısını da olsa tapmışıq. Aha. Deməli cavabımız ACY ola bilər. Qalanlar ola bilməz. A-ya baxırıq. A-da isə deyir ki, A -1 ilə -2 arasındadır. Uşaqlar -1 ilə -2 arasında -1 -1 sıfırdan kiçikdir. Yox, gəlin mənfi ədədlərdən götürək də. -1 zaten -1. -2 götürək də. Deməli -2 kök mənfi kök hətta 3-dən kiçikdir. Kök hətta 3-dən kiçikdir, bəli. Nədən böyükdür? Mənfi kökdə 5-dən isə böyükdür. Belə yaza bilərik. İndi diqqət edək. Bizə mənfi kökdə 5 ilə mənfi kökdə 3-ün arasında bir ədəd lazımdır. Gəlin ən yaxşısı belədir. Uşaqlar, baxın. Mənfi kökdə 1-in üstünə yazıram. Mənfi kökdə 1. Mənfi kökdə, daha doğrusu mənfi 2-nin isə üstünə yazıram. Mənfi kökdə 4. Bu aralıqda, yəni -1 ilə -4 arasında yerləşənlər belə lor dildə desək. Hansılardır? Mənfi kökdə 3 yaza bilərəm. Bir də mənfi kökdə 2 yaza bilərəm. Bunlardan ikisindən biri. İndi baxaq. Hansı ola bilər? Deməli, A variantında bizə -5 verir. Mənfi kökdə 5 verir. Xeyr, mənfi kökdə 5 -1 ilə -2 arasında keçmir. Deməli, A variantda cavab deyil. C-də cavab deyil. Deməli, daha doğrusu Y cavab deyil. C variantında isə, diqqət edin, mənfi kökdə 3. Bax, bunun ikisinin arasına düşür. Bəli, düşür. Sonra, B-də isə kökdə 8 bura düşür. Bəli, düşür. Cavabımız olan onda C variantı. 6-cı sualda isə katetlərin nisbəti 3-ün 4 olan perimetr 24 olan düzbucaqlı sübzan. Gəlin baxaq. Bu olsun bizim düzbucaqlı sübzanımız. Bura 3K-dırsa, bura 4K-dırsa, Pifaqora görə buranda 5K olduğunu bilirik. Bizə deyir ki, perimetri 24 cm olan düzbucaqlı sübzanın xaricdən çəkilmiş çevrən radiusunu sorur. Bizə xaricdə çəkilmiş çevrən radiusunu sorur. Təsvir edin ki, bunun xaricinə çəkilib. Üzrlü sayın, mən biraz səliqəsiz çəkdim. Gəlin onda eyb yox, səliqəsiz çəkim, amma belə çəkim qalsın. Çevrən radiusu. Demək, hipotenuzu tapıb. Yarı bölsək, bu bizim çevrən radiusu olacaq. Deməli, neyinirik? 3K ilə 4K-nın və 5K-nın cəmini 24-ə, yəni perimetrə bərabər götürsək, 12K bərabərdir, tapıram 24. K-nı alıram 2. K 2-dirsə, bura 5K-dır. Yəni 10 cm-dir. 10 cm bu çevrənin diametridir. Bəs radiusu nə olacaq? Hipotenuz bölü 2. Yəni 10 bölü 2. 5 cm. Cavabımız D variantı olar. 7-ci sualda isə bizə verib kökdə 10 çıxaq 4-cü dərəcədən 3 bölü 2 üstə gələk 3-cü dərəcədən -8-də 1 ifadəsinin qiymətini tapın. Diqqət edək uşaqlar. Kökdə 10 çıxaq. Bunu yazıram. 4-cü dərəcədən kökdə saxlayıram. 2-də 3 üstə gələk. Uşaqlar 3-cü dərəcədən -8-də 1 bizə nəyi verir? Bu bunun altında yerləşir. Verir bizə -2-də 1. Olur bu nə? Çıxaq 2-də 1. Bərabərdir.
Yenə yazıram böyük kökdə 10 çıx indi. Baxın uşaqlar, bu 4-cü dərəcədən nə verir bizə? Baxın 4-cü dərəcədən 2-də 2. 2-də 2 nə deməkdir? 1 deməkdir. 4-cü dərəcədən 1 nə deməkdir? Elə 1 deməkdir. 10 çıx 1 eləyər 9. Kök ətə 9-dan çıxır 3. Cavabımız olar B bəndi. 8-ci sualda isə baxaq nə deyir? Sadə tənlik verir, bir həll edin. 2 vuraq x çıxaq 3 bərabərdir 9 çıxaq x. Sadələşdirək uşaqlar. 2x çıxaq 6 bərabərdir 9 çıxaq x. Dəyişənləri bir tərəfə keçirsək 2x üstə gəl x bərabərdir 9 üstə gəl 6. Alıram 3x 15-dirsə, onda x bərabərdir 5-dir. Cavabımız D variantı. 9-cu sualda isə ABCD paralelogramında belə bir paralelogram verilib. A, D, C və B. BY parçası BY haradır? BY buradan çəkilib bura. Deyir BY parçası ABC'nin tənböləndir. ABC'nin tənböləndir. Yəni bu bucağın tənböləndir. Bura nədirsə bu da odur. Bu daxili çarpaz olduğu üçün bu da həmin bucağa bərabərdir. Bunu da indidən yazaq qalsın. AD deyir 6-dır. Onda burada 6-dır. AK'nın KS'yə 3-ün 2-yədir. Deməli AK haradır bəs? Buradan diaqonal çəkdik. AK'nın bura K'dır. AK'nın KS'yə 3-ün 2. Bura 3x'dir. Bura 2x'dir. Bizdən perimetri soruşur. Necə tapacağıq? Gəlin AB oturacağını tapsa perimetri tapa bilərik. Necə tapa bilərik? Bura alfadırsa uşaqlar, bu da alfadır, onda bu da alfadır. Dedikdə DC ilə AB paralel olduğu üçün CYB bucağı bərabər oldu ABY bucağı. Ona görə buna da alfa yazdım. İndi bu nədir? Bərabər yanlı üst bucaq oldu, düzdürmü? Bax bu bucaqla bu bucaq bərabər olduğu üçün bu bərabər yanlı. Onda ortacaq iki bucaqlardır. Onda burada oldu 6. Bu da oldu 6. Bizdən bunu soruşur. Necə tapaq? Uşaqlar, gəlin görək oxşarlıqla nəsə yaza bilərikmi? Baxaq, bax bu bucaq ilə bu bucaq daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Bura beta yazsam, bunu da bayırda yazıram, bu da betadır. Baxın, bu bucaqla bu bucaq da nədir? Qarşılıqlı bucaqlardır. Bir üst bucağın burada iki bucağı uyğun olaraq bu üst bucağın iki bucağına bərabərdirsə, onda bu üst bucaqlar oxşardır. Deməli, baxın, üzərindən gedirəm. Bu üç bucaqla bu üç bucaq oxşardır. Bilir? İndi gəlin uyğun tərəflərin nisbətini tapaq. Bura bir y desək, bura bir gamma desək, bu da olacaq gamma. Düzdür. Bu gammanın qarşısındakı tərəfin kiçik yazıram. Gammanın qarşısındakı tərəf nə olacaq? 6. Bu gammanın qarşısındakı tərəfə y olan nisbəti bərabərdir. Bərabərdir. Bu alfanın qarşısındakı bu 2x-in bu alfanın qarşısındakı 3x olan nisbətini. Buradan nə alaraq? Çarpaz vursaq x-ları atıram. Çarpaz vursam 2y bərabərdir 3 6 18, y bərabər 9. Deməli bu y 9-dur. Buranı tapdıq 9. İndi perimetr nə olacaq? Bir tərəfimiz 6-dır, bir tərəfimiz 9-dur. 2 misli. 15 2 bəndə 30 santimetr. Cavabımız olar B bəndi. Daha sonra 10-cu sualda isə 7 bucağının diaqonallarının sayını tap. Deyirdik qabarıq çoxbucağının diaqonalların sayını necə tapırdıq? Əgər onun tərəfləri verilibsə. Neçə bucaq oldu? 7 bucaq oldu. Deyirdik ki, n vuraq
n çıxaq 3 bölək 3. 2 daha doğrusu üzr istəyirəm. Bu olur nə? Qabaq çoxbucağın diaqonallarının sayı. Onda yazıram nə? 7 vuraq 7 çıxaq 3 bölək 2. Bu da bizə verir 4 vur 2. Daha doğrusu 4 vur 7 bölü 2. 2 7 14. Cavabımız olar 14. Yəni B bəndi. 11-də isə bizə x üstəgəl y bərabərdir 2a üstəgəl 4. X çıxaq y bərabərdir 2. Olarsa deyir sistem təhlilində, olarsa deyir x, y hasilinin ən kiçik qiymətini tapın. Aha, ən kiçik qiymətini tapın. Necə tapa bilərik görək? Şöyle toplayaq alt-alta nə verir bu bizə? 2x bərabərdir 2a üstəgəl 6. Y-lər gedir də, düzdürmü? Bəs çıxsar isə verəcək 2y bərabərdir 2a üstəgələ 2. Hər tərəfini 2-yə bölsəm x bərabərdir a üstəgəl 3 alıram. Y bərabərdir a üstəgəl 1 alıram. Düzdürmü? İndi x, y hasilinin x vur y hasili mənə verir a plus 3 bura a plus 1. Bu bizə verir a kvadratı deyir ki, hasilinin ən kiçik qiymətini tapın. Aha, üstə gələk. A kvadrat üstə gələk. 3a 4a üstə gələk 3. Bunu yaza bilərik yine. A kvadrat üstə gələk 4a üstə gələk 4 çıxaq 1 kimi yaza bilərik. Bu da bizə verir a üstə gələk 2-nin mütəssinin kvadratı çıxaq 1. Uşaqlar, a-nın mənfi 2 qiymətində bu ifadənin qiyməti 0-a bərabərdir. Çıxaq 1 bizə verir mənfi 1. Deməli, verilmiş bu ifadənin ən kiçik qiyməti mənfi 1-ə bərabər imiş. Cavabımız olacaq C variantı. Uşaqlar, kvadratın, bax burada niyə mənfi 2 dedim? Kvadratın ən kiçik qiyməti 0-dır. 1-i də çıxanda eləyər mənfi 1. Belə, 12-də isə a-nın kvadratı çıxaq 10a üstə gələk 21 ifadəsini vurğularına ayırın. Bunu a kvadratı çıxaq 7a çıxaq 3a çıxaq üstə gələk 21 yazsaq. Burada a çıxaq 7 vuraq a yazaram. Çıxaq. Burada da 3'ü çıxardaram. Qalar a çıxaq 7. Daha sonra a çıxaq 7'ni mötərizə xaricdən çıxararam. Qalar a çıxaq 3. Cavabımız olar a çıxaq 7 vuraq a çıxaq 3. Yəni C variantı. Aha, C variantı. 13'də isə diaqramda Xaçmaz rayonunda aylar üzrə qeyd olunan orta temperatur verilmişdir. İyul ayındakı temperatur may ayındakı temperaturdan neçə faiz çoxdur? Deməli, Xaçmaz rayonunda aylar üzrə qeyd olunan orta temperatur verilmişdir. İyul ayındakı temperatur. Deməli, baxaq görək iyul ayında hansı temperatur olub? Və iyul, daha sonra may ayındakı. May ayındakının nə qədər çox olub? Deməli, iyul ayında olub 28 dərəcə Selsi və may ayında bəs. May ayında isə olub 20 dərəcə. Kopyada baxaq uşaqlar qrafikə. Deməli, iyul ayında olub 28 dərəcə, may ayında olub 20 dərəcə. Aha. Bizdən deyir ki, iyul ayındakı temperatur may ayındakı temperaturdan neçə faiz çoxdur? Neyniyəcəyik? Onda 28 çıxaq 20 bölək 20 vuraq 100. Bu bizə verəcək 8 böl 20 vur 100. 5 bölü 40 faiz. Deməli, iyul ayındakı temperatur may ayındakı temperaturdan 40 faiz çox imiş. Cavabımız olar D bəndi. 14'də isə n tək natural olarsa, deməli n təkdir,
və daxildir nəyə? Natural ədədlərə. Aşağıdakilərdən hansı həmişə tək natural ədəddir? Baxın, diqqət edin. Deyir, həmişə təkdir və natural ədəddir. Aha, diqqət edəndə 3-ün üstə 2. Görək, tutaq ki, gəlin yenə bir ədəd verək. Məsəl üçün deyək 3 tək ədəd götürək və natural ədəd götürək. Yenə 3 gedir. 3 üçün 9, 11. Elə təkdir və naturaldır. Cavabımız olacaq elə A variantı uşaqlar. 15-də isə deyir, A çoxluğunun elementləri 0, 3, 4 və 7-dir. B çoxluğunun elementləri isə 1, 2, 5, 6, 9-dur. Bizə deyir N A kəsişmə B. Bizə N A ilə B-ni deyir kəsişdir. N A kəsişmə B bərabərdir. Uşaqlar, A ilə B-nin kəsişməsində hər hansı bir element olmadığı üçün daha doğrusu üzr istəyirəm, boş çoxluğudur. Çünki kəsişməsində hər hansı bir element yoxdur da. Bizdən sayını soruşur, sayı olmayan 0. Cavabımız olar A variantı. 16-da isə 16 keçək o bir vərəqə. Aha. Bizə verib Px bərabərdir. A artıq 2 vur x kvadratı. Üstə gələk Bx, üstə gələk C. Qx isə uşaqlar, bu Px-dən, Qx-dən qorxmayın. Təsəvvür edin ki, bu bir y-dir, bu da bir nə bilim f-dir, nədirsə. Yəni o Px verib deyə aydır, bu Px mən bilməm nədir deməyin. Deməli, Qx isə nədir? 6x-in kvadrat çıxar 7. Çox ədədləri üçün deyir Px bərabər Qx. Deyir, yəni bu ifadə bu ifadəyə bərabərdir. Gəl onu da yazaq. A çıx, bunu yazım dənə. Px deyir bərabərdir Qx-dir. Belə olan halda mən yazıram. A çıxar 2 vur x kvadratı, üstə gəl bx, üstə gəl c bərabərdir 6x kvadrat çıxar 7. Uşaqlar, diqqət edin. X kvadratının əmsalı nədir? Burada 6-dır. Deməli, A çıx 2-nin yerində durub 6. Bx nədir? Burada bx var, görün. X tanası dəyişən var, digəri yoxdur. Onda B nədir? 0-dır. Bəs C nədir? Mənfi 7-dir. Burada A-nı tapıram nə? 8. Deməli, A 8-dir, B 0-dır, C 7-dir. Mənfi 7-dir. Bizdən nəyi soruşur? Deyir ki, A plus B plus C cəmi tapın. Deməli, A-mız 8, B-miz 0, C-miz isə mənfi 7-dir. Cəmi eləyəcək müsbət 1. Cavabımız olacaq elə müsbət 1. Açıq tipli cavabı elə müsbət 1 buradan qeyd edirəm. Cavabı 1 olaraq qeyd edərsiniz. 17-də isə 17-də nə deyir? X-in Y-ə nisbəti, X-in Y-ə olan nisbəti uşaqlar 7-nin 5 olan nisbətidir. Və X-in Y-in cəmi isə 48-dir. Bizdən X-in Y-in fərqini soruşur. Uşaqlar, baxın. X-i 7 kimi düşünün. Baxın, x tutaq ki 7A-dır, y isə 5A-dır. İndi x-in y-ə nisbəti nə olur? 7-nin 5 olur. İndi yazıram x-in əvəzinə 7A üstə gələk 5A bərabər nədir? 48. 12A bərabərdir 48-dirsə, mən A-nı tapıram 48 böl 12, 4. A 4-sə, gətirib yerinə qoysam 28 bu edir, 20 bu edir. Fərqi nə eləyəcək? 28-dən 20 çıxanda onda x çıx y eləyəcək 8. Cavabı ilə 8 kimi qeyd edin. Burada aşağıda qeyd edirəm 8. 18-ci sualda isə 1-dən 50-yə qədər 4-ə bölünən neçə natural ədəd var? Uşaqlar, 1-dən 50-yə qədər 4-ə bölünən neçə natural ədəd var? Baxın, tutaq ki, birincidən başlayıram. Nədə başlayır? 4-də başlayır. 8, 12 və belə davam edir. 48 sonuncu. Deməli, uşaqlar, bunun belə deyək, düsturu nədir? 4n'dir.
Sonuncusu nədir? 48. Deməli 4n əgər 48 isə, onda n bərabər 48 bölün 4-ə deyir 12. Deməli 12 dənə nə var? 1-dən 50-yə qədər olan ədədlərin içində 12 dənə 4-ə bölünən ədəd var. Cavabımız oldu 12. İndi buradan qeyd edin 12. 19-cu sualda isə bizə belə bir üçbucağı verilib. Deməli düzbucaqlı üçbucaqdır. A, B, C. Belə bir. Aha. Bura Y-dir. Bura D-dir. Bura isə F-dir. Bizə deyir ki, BA AC perpendikulardır. Bu heç bunu bildik. BY də BY BD-yə bərabərdir. BY, yəni bura bərabərdir BD-yə. Bura bərabərdir. Aha, onda bu bucaqlar nədir? Bir-birinə bərabərdir ki, bərabər yanlı verib də. DC isə bura isə deyir bərabər nəyə? CF-ə. Bura bərabərdir. Onda bu bucaq ilə də bu bucaq bir-birinə bərabər ki, bunlar bərabər yanlıdır. Aha, sonra nə deyir? Olarsa YDF neçə dərəcədir? Deməli YDF bizdən bu bucağı sorur. Necə tapa bilərik? Uşaqlar, bura alfadırsa, bura alfadır. Bura betadırsa, burada betadır. Düzdür? Mən burada tutaq ki, bura bir x desəm, bura bir y desəm, diqqət edin. Baxın, alfa ilə alfanın və x-in cəmi mənə 180-i verməlidir. Sonra beta ilə betanın cəmi və y-in cəmi mənə yine 180-i verməlidir. Düzdürmü? Və bilirəm ki, bu bucaq ilə bu bucağın cəmi mənə 90-ı verməlidir. Və x ilə y-in cəmi isə mənə nə verməlidir? 90 dərəcəni verməlidir. İndi bu üçlüdən nə alıram? Bunun ikisini toplayıram. Alıram 2 alfa üstə gələk 2 beta üstə gələk x üstə gələk y. Buna ayrıca qeyd edirəm. Bərabər 360. Bir də x ilə y-in cəmi də 90-dır. Bunu bilirəm. Düzdürmü? Burada x üstə y. Bunu yerinə qoyacaq. 90-ı gətirib yerinə qoysam aşağıda yazıram. Bunun ikisindən 2-ni çıxardıram. Birinci 2 vuraq. Alfa üstə gəl beta üstə gələk. Nə x üstə gələk yerinə nədir? 90-dır. Bərabər 360-dır. İndi bir dənə bunu həll etsəm kifayətdir. İndi 2 vuraq alfa üstə gəl beta mənə verir 360 çıxaq 90, yəni 270-i. Alfa ilə betanın cəmin 272-yə bölüb tapıram 135. İndi gəlirik, bunu götürürük, gəlirik hara bura. Uşaqlar, bu bucağa diqqət edin. Bu bucaq nədir? Açıq bucaqdır. Açıq bucağımız 180 dərəcədir. Alfa ilə betanın və buranın cəmi bizə nə verməlidir? 180 verməlidir açıq bucağa. İndi alfa ilə betanın cəmi indi tapdıq burada ki 135-dir. İndi buranı necə taparıq bəs? Mən 180-dən 135-i çıxsam ilə 45 dərəcə. O da olar bura. Yəni bucaq Y, D, F bucağı. O da 45 dərəcə. Cavabımızı burada qeyd edirəm. 45 dərəcə. Daha sonra üçün gəlir 20-ci sual gəlir. X-in 2-yə olan nisbətindən 2 çıxdıqda nə qalır? Bu nədir? Pi deyir, x-dir. X böl 3-dən kiçədir alınır. Deyir ki, ən böyük tam həllini tapın. Keçirdirəm uşaqlar bir tərəfə. X böl 2 çıxaq x böl 3 kiçikdir 2-dən. Bu 2-ni atdım sağa. Çıxıram, qalır burada x böl 6 kiçikdir 2-dən. Deməli, x kiçikdir nədən? 12-dən. Bizə deyil, bərabərsin ən böyük təmən. İndi 12-dən kiçik hansı ədədlər var? Tutaq ki, naturalları götürək. 1-dən 11 daxil olmalı.
Və bunların içində nəyin soruşur? Ən böyük tam həlli neçədir? 11-dir. Cavabımız olar 11. Burada qeyd edirəm 11. Daha sonra 21-ci suala baxırıq. Ardıcıl iki natural ədədin əbubu ilə kobunun cəmi 43-dür. Uşaqlar, baxın, tutaq ki, ardıcıl ədədlər deyirəm birinə A, birinə deyirəm A plus 1. Misal üçün. Bunların əbubu nə verəcək bizə? Bir də əkobunun cəmi. Əkob A ilə A plus 1. Deyir, cəm nədir? 43-dür, deyir. Aha, bu ədədlərin kiçiyini tapın. Bizdən A-nı soruşur uşaqlar. Necə taparıq? Ardıcıl ədədlərin əbubu 1-ə bərabərdir. 1 ilə nəyin cəmi bizə 43-ü verər? Təbii ki, 42-nin. Yəni, A vuraq A üstəgəl 1. Bu nədir? Əkobu, ardıcıl ədədlərin əkobu ondan hasilidir. 43-dürsə. İndi 43-dən 1-i çıxsam, A vuraq A üstəgəl 1 bərabərdir. 42-dirsə, hansı iki ardıcıl ədədə bir-birinə 42-dir? 6 ilə 7-dir. Deməli, A 6-dır. Bu burada 7-dir. Bu 6-dırsa, bu da 6 üstə 1 7-dir. Bizdən nəyə soruşur? A-nı soruşur. Cavabımız olacaq. Bu ədədlərdən kiçiyini tapın. Cavabımız 6. 21. Bu ədədlərin kiçiyini tapın. 6. 22-ci sualda isə deyir, A nöqtəsindən radiusu 3 cm çevrəyə çəkilən toxunan, bu olsun bizim çevrəmiz, bu da bu niyə toxunan kimi görsəm, aha, bu da olsun toxunan. Deyir ki, A nöqtəsindən radiusu 3 olan çevrəyə çevrəyə çəkilən toxunan 4 cm. Burada 4 cm. Bu da A nöqtəsidir. A nöqtəsindən çevrəyə qədər ən yaxın məsafəni tapın. Bizdən bunu soruşur. Gəlin bunu bütöv çəkək, uşaqlar. Bunu toxunan və kəsən kimi tapa bilərik. Düzdür? Bura 3-dür, bura 3-dür, burada x-dir. Düzdür? Bizdən x-i soruşur. Necə tapa bilərik? Biz bilirik ki, nəyin? 4-ün toxunanın kvadratı bərabərdir. Çevrəyə qədər olan hissə vuraq bütöv. Yəni, x vuraq, x üstə gələk 6-ya. Buradan nə alırıq? 16 bərabərdir. X-in kvadratı üstə gələk 6x-a. X-in kvadratı üstə gəl 6x çıxaq. 16 bərabərdir. Cəmi deməli, -6 aslında deməli x bərabərdir. Cəmi -6, hasil -6. Daha doğrusu, cəmi -6, hasildə -16. -8 ilə 2. Mənfi heç, cavabımız olacaq 2. Bizə bu məsafəni soruşurdu. Ən qısa məsafə oldu 2. Cavabımız elə 2 olaraq qeyd edilir. Buraya yazıram 2. Sonra 23-ə baxırıq. 23-də isə tənlikləşdirmənin x-y-kasını tapın. 3x ilə 2y-in cəmi 5-dir. X ilə y-in cəmi isə 2-dir. X-y hasili nə olacaq? 1 olacaq uşaqlar. Niyə? Baxın, x-in yerinə 1, y-in yerinə 1 qoysan 1-in üstə 1 2 eləyir. X-in yerinə 1 qoyanda bilir 3, burada da 2, cəmi 5. Deməli, x isə 1 imiş, y də 1 imiş. Hasilləri isə 1. Cavabımız ilə 1 olaraq qeyd edilir. Uşaqlar, belə də toplayıb çıxıb x-dən asılı alıb da tapa bilərsiniz. Amma daha sadəsini bilirsinizsə qoyun yerinə yesin də. Sonra 24-də isə nə deyir bizə? 3 bucaq verib bir dənə də buradan
D'yi. AC və B. Aha, deyir ABC üçbucağında AC tərəfinə paralel AB paralel düz xətt AB tərəfini D nöqtəsində, BY tərəfini C nöqtəsində kəsir. Yəni daha doğrusu BC tərəfini Y nöqtəsində kəsir. Deyir ki, AD-nin DB-yə olan nisbəti AD-nin DB-yə olan nisbəti 1-in 2-yədir. Yəni bura 1K-dır, bura 2K-dır. AC 18-dirsə, bura deyir 18-dirsə, D-yin tapın. Necə tapacaq? Uşaqlar, bu bucaq nədirsə, bu bucaq da odur. Bu bucaq nədirsə, bu bucaq da odur. Niyə? Uyğun bucaqlardan ona görə. Həm də ki, uyğun bucaqlardan yanaşı uşaqlar. Paraleldirlər ona görə. Deməli, bu bucaqda nədir? Əsas təpə bucağı isə nədir? Ortaq. Ortaq olduğu üçün deməli D, burada yazıram. D, B, Y üçbucağı oxşardır nəyə? Üçbucaq A, B, C-yə. Onda uyğun tərəflərin nisbətdə bərabər olmalıdır. Yəni, kiçikdən götürəm. 2K-nın X-ə olan nisbəti bərabər olmalıdır. 3K-nın 18 olan nisbəti. K-ları atsam, çarpaz vursam. 3x bərabərdir 36, x bərabərdir 12. Bizə nəyi soruşurdu? X-i soruşurdu. Yəni, D-yi məsafəsi olar 12 cm. Cavabımızı elə yanında qeyd edirəm. 12. 25-ci sualda isə deyir 2A 4B-yə, o da 5C-yə bərabər olarsa və ABC-nin cəmi isə 57 olarsa, bizdən ABC-nin nəyin soruşur? Fərqini soruşur. Necə tapa bilərik uşaqlar? Rahat bir misaldır, amma baş ağrıdandır. Hamısının birindən asalaqda uşaqlar. Deməli 2A 4B-dirsə, A nədir? 2B-dir. Bəs C nədir onda? C də bərabərdir 4B bölü 5. 0 onda 8B-dir. Düzdür? Elə B də özü B-dir də. Onda gətirib yerinə qoyuram bunda. A-nın özünə yazıram 2B. Üstə gələk B. Üstə gələk C-ni də özünə yazıram 0 onda 8B. Bu 57-dir. Düzdür? Toplasam 3 onda 8 edir də, düzdürmü? 3 onda 8B bərabərdir 57-yə. Onda B bərabərdir 57 yəni 1 0 bölü 38-ə. Bu 3 onda 8-i 38 etdim, bunu ona vurdu. 19-a ixtisarləsəm, burada 2 qalır, burada 30 qalır. Qaldı 15. Deməli B 15-dir. Onda A olur 30. Bu da olur 0 onda 8 15-ə vuranda eləyər 12. İndi A-nı nə tapdıq? Daha doğrusu B-ni nə tapdıq? 15. Deməli, bax A var 30-dur, B var 15-dir, C var 12-dir. İndi A-dan B-ni çıxıb, onun C-ni çıxacaq. Yəni 30-dan çıxacaq B-ni, yəni 15-i, onun da 12-ni çıxacaq. Qalacaq 3. Cavabımız olacaq 3. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.